İranda güclü yağışlar bir sıra fəsadlara səbəb olub. Leysan xüsusilə İlam Ostana ciddi ziyan vurub. Bundan bir qədər əvvəl ölkədə bir qrup insan quraqlığın aradan qalxması, yağış yağması üçün dua etmişdi. Hazırki daşqınlar da bununla əlaqələndirilir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü İlahiyyatçı Rüfət Qarayev deyib ki, İslamda quraqlıq olduğu zaman yağış yağması üçün müsəlmanların birgə namaz qılıb dua etmələri tövsiyə olunur. O bildirib ki, ümumiyyətlə dua insanın həyatında mühüm yerə sahibdir. Allah Qurani Kərimdə buyurur, duanız olmasaydı nə dəyəriniz olardı? Ayədən də göründüyü kimi dua insanın dəyər ölçüsüdür. Bunun üçün də insan dua etməyi kiçik görməməli, özünü Allaha daima möhtac bilməlidir. Hansı ölkədə olmasından asılı olmayaraq duanın gücünə inanmaq şərtdir. Bu əməlin açmadığı bağlı qapı yoxdur. Bunlardan biri də yağışın yağması üçün edilən duadır. İlahiyyatçı Mədinə şəhərində Qaməmə adlı bir məsciddən də söz açıb. Onun mənası bulud deməkdir və bu cür adlandırılmasının səbəbi yağış yağmadığı zaman həmin yerdə Allah Rəsulu və sahabələrin birgə etdiyi dua olub. İsti hava şəraitində Allah Rəsulu bayram namazlarını açıq havada qılarkən bir bulud parçası ona kölgəlik salarmış. İstənilən halda və bütün dinlərdə dua mühüm bir ibadət hesab olunur. Qeyd edək ki, noyabrın 15-də yüzlərlə insan paytaxt Tehranın şimalında cəmi 2 həftəlik suyu qalan məsciddə toplaşaraq yağış duası edib. Bəziləri dua edərkən göz yaşlarına boğulub. Xatırladaq ki, rəsmilərin dediyinə görə İranda son 5 ildə ölkə daxilində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalıb.